Asan Laçın rayonundanam. Atam gil o vaxtda Laçın rayonundan müharibə olanda çıxıblar. 2020-ci ildə Vətən müharibəsindən sonra Laçının azad olduğunun, bütün torpaqlarımızın azad olduğunun xəbərini eşidəndə çox sevinirdik ki, biz öz torpaqlarımıza qayıdacağıq. 2020-ci ildə müharibə vaxtı bizim də gözümüz həsrətlə çəkirdi ki, bəs Xankəndiyə köç olardı. Biz də Xankəndi işğaldan azad olardı və biz də onun sevinci ilə gəlib Xankəndidə yaşayardıq, işləyərdik və həyatımızı burada davam eləyərdik. Və bu gözlənilən oldu. 2023-cü ildə Xankəndi azad olundu və biz də bunu çox sevindik və Xankəndiyə köçlər başlayanda biz daha da qürurla bu hissi yaşadıq. Mən öz Qarabağıma köçdüm. Gəldim, burada məskun açdıq, atama da, bizə də ev verdilər. Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. İş təcrübəmlə bağlı məlumat verdim. Bir ay sonra mənə zəng gəldi ki, Xankəndində Tamstor market şəbəkəsində baş xəzinədar vəzifəsində iş var. Qəbul etdim. Artıq Qarabağda mənim həm evim var, həm işim var. Məşğulluq İdarəsi tərəfindən Tamstor MMC-yə vakansiya üzrə imtahanlardan keçərək mal qəbul şöbəsinə işə düzəldim. Məşğulluq Agentliyinə öz təşəkkürümü bildirirəm və mənə göstərildiyi diqqətə görə çox minnətdarlığımı bildirirəm.